Bugünkü mövzumuz kimyanın ilk anlayışları bölməsindən maddələr, xassələri, təsnifatı, qarışıqlar və onların ayrılması bölməsi olacaq. Baxırıq birinci suala. Distinli ilə ayırma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Deməli, bu üsul qaynama temperaturunun müxtəlifliyinə əsaslanır. İki müxtəlif, bir-birində həll olan homogen qarışıqları ayırmaq üçün biz distinli üsulundan istifadə edirik. Bu üsula əsasən bu qarışığı biz qızdırmağa başladığımız zaman qaynama temperaturu ən kiçik olan daha tez buxarlanacaq və beləliklə qarışığı biz ayırmış olacağıq. Durultma üsulu ilə ayırma isə sıxlıqların fərqinə əsaslanır. Bu zaman bir-birində həll olmayan heterogen qarışıq əmələ gətirən və sıxlıqları bir-birindən fərqlənən mayelər qarışığa ayrılır və bu məqsədlə də ayırıcı qıf adlanan cihazdan istifadə olunur. Əgər bizim qarşımıza təqribən belə bir şəkil çıxsa, biz burada sıxlıqları müqayisə etmək istəsək, bilməliyik ki, x-in sıxlığı y-dən daha böyükdür. Çünki niyə? Əgər x-in sıxlığı böyükdürsə, o belə deyək, qabın dibində olmalıdır. Növbəti sual. Xromatoqrafiya ilə ayırma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Adsorpsiya qabiliyyəti isə səthdə udulma hadisəsidir. Məsələn, biz buna kömürü nümunə göstərə bilərik. Daha sonra hansı kimyəvi işarə bəsit maddəni göstərir? Deməli, biz bəsit maddələr haqqında bir neçə şey bilirik. Bəsit maddələr, deməli, 1 atomlu, 2 atomlu və çox atomlu ola bilər. 1 atomlu bəsit maddələrə biz metalları və təsirsiz qazları nümunə göstərdik. 2 atomlu bəsit maddələr isə onların müəyyən sayı var idi. Deməli, flor 2, O2, N2, H2 və xlor 2 2 atomlu bəsit qazlardır. Brom 2 2 atomlu bəsit mayedir. Yod 2 isə 1 atomlu bəsit bərk halda olan maddədir. İndi isə variantlara baxırıq. Hidrogen, xlor, azot və brom. Burada bizim doğru cavabımız neon olmalıdır. Çünki hidrogen burada bəsit maddəni və ya xlor və ya azot və ya brom bəsit maddəni yox, elementi işarə edir. Ona görə də cavabımız A bəndi olacaq. 5-ci sualda da həmçinin burada cavab arqon olacaq. Ümumiyyətlə, biz nəcib qazları tez yadımıza salaq. Deməli, helium, neon, arqon, kripton, ksenon və radon. Əgər bu elementləri gördüksə, bilməliyik ki, bunlar 1 atomlu bəsit qazlardır. Daha sonra 6-cı sualda bəsit maddələri deyir müəyyən edin. Bəsit maddələr ümumiyyətlə eyni növ atomlardan təşkil olunublar. Əgər müxtəlif növ atomlardan təşkil olunubsa, demək onlar mürəkkəb maddələrdir. Demək bizim doğru cavabımız burada C bəndi olmalıdır. Daha sonra 7-ci sualda da yenə eyni şəkildə bizdən mürəkkəb maddəni istəyir. NH3 və HNO3 olacaq. Çünki onlar müxtəlif növ atomlardan təşkil olunublar. 8-ci sualda da yenə də bizdən bəsit maddələri müəyyən etməyimizi istəyir. Bəsit maddələr burada dəmir və kükürt olacaq. 9-da nəcib qazımız neondur. 10-cu sualda da yenə nəcib qazı istəyir, arqondur. Sonra 11-də 2 atomlu bəsit maddəni istəyir. Məsələn, biz bayaq bu haqda danışdıq ki, demək, azot 2 atomlu bəsit maddə, yəni bəsit qaz əmələ gətirir. 12-ci sualda isə cavabımız silisium olacaq. Silisium 2 atomlu bəsit maddə əmələ gətirmir. Daha sonra bizdən metal və qeyri-metalla bağlı suallar verib. Deməli, dövrü sistemdə hələ ki 118 ədəd element var. Və bu 118 elementdən 22 dənəsi bizim qeyri-metallarımızdır. İndi qeyri-metalların siyahısına baxaq. Deməli, birinci qrupda hidrogen, ikinci qrupda yoxdur, üçüncü qrupda bor, 4-cü qrupda karbon, silisium, 5-ci qrupda azot, fosfor, arsen, 6-cı qrupda oksigen, kükürt, selen, tellur, 7-ci qrupda flor, xlor, brom, yod, astat, 8-ci qrupda helium, neon, arqon, kripton, ksenon, radon. Biz bu siyahını ümumiyyətlə mümkün qədər əzbərləməliyik.
Bu elementlər xaricində dövrü sistemdə hansı elementi görsəniz, bilin ki, o metaldır. İndi testə davam edək. Metalı deyir müəyyən edin. Flüor, oksigen, hidrogen, yod. Görürük ki, bunlar bu siyahıda var. Amma dəmir yoxdur. Dəmir deməli metaldır. Daha sonra qeyri-metalı müəyyən etməyimizi istəyir. Burada da cavabımız oksigen olacaq. Sonra dəmirlə kükürddən ibarət qarışıqdan dəmiri necə ayırmaq olar? Biz bilirik ki, dəmir maqnitlə ayrıla bilər. Demək, biz maqnitin köməyi ilə dəmirlə kükürdü ayıra bilərik. Baxırıq 16-cı suala. Demək, bizə müxtəlif bəsit maddələr verilib və biz onların hansı elementin birləşməsi olduğunu tapmalıyıq. Demək, duda, his bu karbona aid olandır. Sonra ozon oksigenin allotropik şəkil dəyişməsidir. Qrafit karbonun allotropik şəkil dəyişməsidir. Oksigen yenə bildiyimiz oksigen və qırmızı fosfor. Burada da biz 3 müxtəlif element görürük. Cavabımız onda 3 olacaq. Daha sonra xörək duzu və çay qumu qarışığını bir-birindən necə ayırmaq olar? Ümumiyyətlə, bu tip suallar görəndə biz tez su ilə onu qarışdırmalıyıq. Niyə? Çünki su ilə qarışdırdığımız zaman xörək duzu suda həll olacaq, çay qumu isə həll olmayacaq. Əvvəlcə biz onu su ilə qarışdırarıq. Su ilə qarışdırdığımız zaman çay qumu həll olmadığına görə onu rahatlıqla biz süzə bilərik. Çay qumunu süzdükdən sonra xörək duzu ilə suyun qarışığı əlimizdə qalacaq. Onu isə buxarlandırma üsulundan istifadə edərək oradan xörək duzunu, yəni natrium xloru asanlıqla çıxara bilərik. Burada cavab olacaq A bəndi. 18-ci sual məsələdir, gəlin baxaq. 4 valentli elementin oksidinin molyar kütləsi. Biz 4 valentli elementi bilmədiyimizə görə onu XO2 şəklində işarə edirəm. Deməli, bunun molyar kütləsinin oksigenin molyar kütləsinə nisbəti emir oksigen bərabərdir 32-yə. Deməli, bunun 32-yə nisbəti 2-yə bərabərdir. Buradan da tapırıq ki, XO2-nin emiri sən demə 64 imiş və XO2-nin emiri nəyə bərabərdir? X üstəgəlinsin 32-yə, yəni oksigenin emiri üstəgəlinsin X bərabərdir 64. Buradan da X-i tapırıq ki, X 32 imiş. Daha sonra bizdən eyni cinsli qarışığı istəyir. Xörək duzu və su eyni cinsli qarışıq olacaq. Homogen qarışıqdır, yəni digər adla. Daha sonra 20 eyni cinsli qarışığı müəyyən etməyimizi istəyir yenə də. Burada isə etil spirtinin su ilə qarışığı olacaq. Bunu da qeyd edək ki, etil spirtinin su ilə qarışığı çox güclü hidrogen rabitəsi vasitəsilə bir-birində birləşib azeotrop qarışıq əmələ gətirir. Və uşaqlar, yadınızda saxlayın ki, əgər ki sizə məktəb proqramında bu şəkildə verilsə belə, yadınızda saxlayın ki, etil spirti ilə suyu tamamilə distilli su ilə bir-birindən ayırmaq olmaz. Çünki onlar azeotrop qarışıq əmələ gətirir. Baxırıq 21-ə. 2 valentli metalın sulfat duzunun molyar kütləsi. Gəlin 2 valentli metalın sulfat duzunu yazaq. X SO4. Həmin metalın molyar kütləsindən 2,5 dəfə çoxdursa, bərabərdir tənasüb şəklində 2,5 X-ə. Bizdən metalın nisbi atom kütləsini istəyir. Gəlin hesablayaq. Deməli, biz bunu tapa bilərik. X üstəgəlinsin 32, üstəgəlinsin 64 bərabərdir 2,5x-ə. Deməli, x-ləri bir tərəfə keçirdək. 1,5x bərabərdir 96-ya. X də buradan bərabər olacaq 64-ə. Ümumiyyətlə, formulu çıxara bilməyən uşaqlar üçün bunu izah edim ki, əgər ki bizə veribsə ki, 2 valentli metalın sulfat duzu və siz bu formulu yaza bilmirsinizsə, əvvəlcə burada bizə lazımdır bilmək ki, sulfat turşusunun formulu nədir? Sulfat turşusunun formulu H2SO4-dür. Əgər ki bizdən duz tələb edirsə, duzlar isə ümumiyyətlə turşuların hidrogen elementini əvəz etməsindən, hidrogen atomunu əvəz etməsindən yaranır. Yəni, burada nə qədər hidrogen görürüksə, bir o qədər də deməli, metal hidrogeni əvəz etməlidir. Lakin bizə burada valentlik veribdir. Ümumiyyətlə, turşu qalığı, baxın, SO4 hissəsi bizim turşu qalığımızdır. Bizim hidrogenimizin sayı 2-dir. Buradan biz turşu qalığının valentliyini təyin edə bilərik. Demək, bizim SO4-ümüz 2 valentlidir.
Və bizim metalımız da 2 valentlidir. Biz formulun çıxarılışına görə bilirik ki, əgər bu hissə 2 valentli, bu hissə də 2 valentlidirsə, indekslərində heç nə yazılmır. Demək, XSO4-ün formulu bu şəkildə olmalıdır. Növbəti 22-ci sualda yenə məsələdir. 2 valentli metalın bromid duzu. Bromidin formulu, ümumiyyətlə bromid turşusunun formulu H brom şəklindədir. Əgər bizdən bunun duzunu istəyirsə, yazırıq X brom 2. Çünki niyə 2 valentlidir? Burada brom 1 valentlidir. X brom 2. Demək, bunun nisbi molekul kütləsi həmin metalın nisbi molekul kütləsindən 5 dəfə çoxdur. Gəlin yazaq. X üstə gəlinsin, 2 vurulsun 80 bərabərdir. Deməli, 5x-ə. X-ləri bir tərəfə keçirdək, 4x bərabərdir 160-a. X də bərabərdir 40-a. Cavabımız 40. Sonra 23-cü sualda bizdən bir atomlu bəsit maddələri istəyir. Dedik ki, azot deyil. Azot olan variantları çıxdım. Oksigen deyil. Çünki bunlar 2 atomlu bəsit maddələr əmələ gətirir. Deməli, cavabımız arqon və helium olacaq. Bunlar isə təsirsiz və ya nəcib qazlardır. Onlar 8 valentlidir. Onların xarici elektron təbəqəsi tamamlanmışdır və onlar birləşmə əmələ gətirə bilmirlər. Növbəti sualda çoxlu atomlu bəsit maddələri soruşur. Çoxlu atomlu bəsit maddələrimizin sayı bizdə azdır. Məsələn, P4, ağ, fosforu. Bu arada onu da qeyd edim ki, fosforun 3 allotropik şəkil dəyişməsi var. Ağ, qırmızı və qara. Deməli, bu sıra üzrə getdikcə onların sıxlığı artır, rəngləri isə tündləşir. Növbəti bir də S8 kristallik kükürt. Və bir də O3 ozon, oksigenin allotropik şəkil dəyişməsidir. Burada P4 və S8 bərk halda, O3 isə qaz halındadır. Yəni, burada cavabımız kükürt və fosfor olacaq. Daha sonra 25-ci sualda bizdə bəsit maddəni soruşur. İndi bir-bir variantları yoxlayaq. Deyir ki, oksigen kükürt qazının tərkibində. Gəlin kükürt qazının formulunu yazaq. SO2. SO2-də oksigen sadəcə olaraq mürəkkəb maddəni təşkil edən elementlərdən biridir, amma bəsit maddə deyil. Mis kuporosunun tərkibində mis kuporosunun formulu kuprum SO4 vurulsun H2O və ya mis SO4 vurulsun H2O 5 molekul. Deməli, burada oksigen yenə də sadəcə olaraq bu birləşməni təşkil edən elementlərdən biridir, bəsit maddə deyil. Sonra azot havanın tərkibində. Azot havanın tərkibində N2 formasında, azot qazı formasında mövcuddur və o, bəli, bəsit maddədir. Daha sonra cavabımız burada C olacaq. D-yə də baxaq. Azot nitrat turşusunun tərkibində. HNO3-ün tərkibində yenə də azot sadəcə olaraq elementdir. Civə 2 oksidin tərkibindəki civə. Burada da yenə də civəmiz elementdir. Doğru cavabımız C-bəndir. Növbəti sualda isə bunun tam tərsini istəyir. Gəlin baxaq. Biz bəsit maddə axtarırıq. Yəni, H2 qazını axtarırıq. Və burada da mənim gözümə çarpır ki, bizim burada cavabımız, deməli, H2-dən yox, hidrogen elementindən söhbət gedir. Baxın, hidrogen ən yüngül qazdır. H2-yə aiddir. Hidrogen oksigenlə reaksiyaya girir. Yenə H2 qazına aiddir. Hidrogen reduksiya edicidir. Yenə də H2 qazından söhbət gedir. 2 həcm hidrogen, 1 həcm oksigen ilə guruldayıcı qaz əmələ gətirir. Yenə də hidrogen qazından söhbət gedir. Ancaq hidrogen suyun tərkibinə daxildir. Yəni, mürəkkəb maddəni təşkil edən elementdir demək istəyir. Yəni, element kimi, kimyəvi element kimi burada göstərilir. Cavab A bəndi. Sonra dedik ki, yenə də 2 atomlu bəsit maddələrin bayaq siyahısını yazdıq. Deməli, azot və xlor olacaq burada doğru cavabımız. Daha sonra yenə adi şəraitdə qaz halında olan bu dəfə bir atomlu bəsit maddələr arqon və helium olacaq. Çoxlu atomlu bəsit maddələri istəyir. Yenə də bayaq bu tip sualımız var idi. Burada da doğru cavabımız kükürt və fosfor A bəndi olacaq. 30-cu sual.
Müxtəlif cinsli qarışıqları istəyir. Xörək tozu və su eyni cinsli qarışıq əmələ gətirir. Kükürdlə su müxtəlif cinslidir. Şəkərlə su eyni cinslidir. Təbaşirlə su müxtəlif cinslidir. 2, 4 A bəndi. Sonra 31-ci sual. Eyni cinsli qarışıqları istəyir. Qlükoza və su deməli eyni cinsli qarışıq əmələ gətirir. Neftlə su xeyir. Xörək tozu və su bəli. Qumla su xeyir. Onlar bir-birinə qarışmırlar. Cavab Y bəndi. Sonra qarışıqları müəyyən edin. Qarışıqlarla ümumiyyətlə saf maddələri ayırd etmək üçün bu qaydanı yadımızda saxlayırıq. Formul. Əgər ki bizim formulumuz varsa, demək bu saf maddədir. Əgər biz konkret bir formul deyə bilmiriksə, demək bu qarışıqdır. Baxırıq, şəkər. Şəkərlərin ümumiyyətlə formulu var. Sonra hava bilirik ki, qarışıqdır. Eyni zamanda benzin də deməli bizdə qarışıqdır. Demək cavabımız A bəndi. Sonra saf maddəni müəyyən etməyimizi istəyir. Oksigen. Oksigenin formulu var təbii ki də. O saf maddədir. Benzinin formulu yoxdur. Amma sirkə turşusunun var. CH3, COOH. Cavabımız burada 1 və 3 olacaq. Sonra bəsit maddələri müəyyən etməyimizi istəyir. Bəsit maddələrimiz burada olacaq. Almaz, civə, oksigen və ozon. Digərlərinə baxaq istəyirsinizsə. Qum formulu silisium O2-dir. Demək bu variantı çıxdım. Su mürəkkəbdir, çıxdım. Karbon qazı mürəkkəbdir, çıxdım. Qlükoza da həmçinin cavab C. Sonra metalları istəyir. Dedik ki, qeyri-metalları öyrənsək, metalları asanlıqla təyin edə bilərik. Burada cavabımız B bəndi olacaq. Sonra hansı elementlər deyir qeyri-metallara aiddir? Deməli, burada olacaq Y bəndi bor, silisium, brom. Etil spirtinin su ilə qarışığını hansı üsulla ayırmaq olar? Distillə üsulu ilə. Xörək tuzunun su ilə qarışığını hansı üsulla ayırırlar? Onu buxarlandırma vasitəsilə ayırırlar. Sonra yenə bəsit maddəni istəyir. Bəsit maddəmiz yenə də dedik ki, kükürd sulfat turşusunun tərkibində H2SO4-də elementdir. Mis kuporosunun tərkibində yenə də elementdir. Oksigen kükürd qazının tərkibində elementdir. Daha sonra azot nitrat turşusunun tərkibində yenə də elementdən söhbət gedir. Amma oksigen havanın tərkibində O2 qazından, yəni bəsit maddədən söhbət gedir. Sonra 40. Yalnız bəsit maddələrdən ibarət sıranı müəyyən etməyimizi istəyir. Deməli, burada bəsit maddələri gəlin tapaq. Oksigen, potaş, gips. Deməli, burada potaş və gips mürəkkəbdir. Sonra yod, pirit, kükürt. Pirit mürəkkəbdir. Daha sonra mərmər, xlor, soda. Burada soda və mərmər mürəkkəbdir. Qum mürəkkəbdir. Cavabımız olacaq Y bəndi. Sonra 41 saf maddəni müəyyən edin. Yenə də dediyimiz kimi, əgər ki bizim konkret formulumuz varsa, demək o saf maddədir. Burada cavabımız ozon olacaq. Ozonun formulu O3-dür. Digərlərinin isə konkret bir formulu yoxdur. Sonra hansı ifadənin mənası yoxdur? Burada da yenə də qarışıqdan və saf maddədən söhbət gedir. Deməli, saxarozan molekulu, qlükoza molekulu, azot molekulu və benzon molekulu ifadələri doğrudur. Çünki onlar formulu olan saf maddələrdir. Ancaq hava qarışıq olduğuna görə hava molekulu ifadəsi mənasızdır. 3-cü suala baxaq. Yenə də burada isə bizdən ifadənin mənası var deyə soruşur. Burada cavab qlükoza molekulu olacaq. Qlükozanın formulu C6H12O6 şəklindədir. Sonra suda həll olan mayeləri sudan ayırmaq istəyirik. Bunun üçün biz distillə üsulundan istifadə edəcəyik. Suda həll olan bərk maddəni isə biz buxarlandırma üsulu ilə ayıra bilərik. Məsələn, xörək tozu və su. Sonra 8 atomlu bəsit maddə, yəni S8-dən söhbət gedir, o da kükürd olacaq. Növbəti, hansı element 3 atomlu bəsit maddə əmələ gətirir? Oksigen O3 əmələ gətirir. Hansı element 4 atomlu bəsit maddə əmələ gətirir? P4, ağ fosfor. Sonra qarışığı müəyyən etməyimizi istəyir. Hava qarışıqdır. Deməli, 78% azot, 21%
oksigendən və 1% də digər qazlardan təşkil olunmuşdur. Sonra bizdən qeyri-metalları istəyir. Cavab karbon və fosfor olacaq. Sonra mürəkkəb maddəni təyin etməyimizi istəyir. Oksigen bəsit maddədir. Kükürddə həmçinin qrafit və fosfor da, su isə mürəkkəb maddədir. Su da ümid edirəm ki, hamıya tanışdır. H2O şəklindədir formulu. Sonra su ilə müxtəlif cinsli qarışıq əmələ gətirən maddəni istəyir. Xörək tuzu, şəkər, sirkə turşusu və etil spirti su ilə eyni cinsli qarışıq əmələ gətirir. Kerosin isə su ilə müxtəlif cinsli qarışıq əmələ gətirir. 53-cü sualda isə eyni cinsli qarışığı istəyir. Burada isə cavab şəkər olacaq. Digərləri isə müxtəlif cinsli qarışıq əmələ gətirir. Sonra bizdən adi şəraitdə bərk halda olan qeyri-metalı istəyir. Bu variantda, ümumiyyətlə bu sualda cavabımız fosfor olacaq. Fosfor adi şəraitdə bərk haldadır. Sonra allotropik şəkil dəyişməsi olmayan bizdən element istəyir. Gəlin birinci allotropik şəkil dəyişməsi olanlara baxaq. Deməli, oksigenin 2 allotropik şəkil dəyişməsi var. Oksigen qazı və ozon qazı. Sonra karbonun 4 dənə allotropik şəkil dəyişməsi var. Deməli, karbin, almaz, qrafit və fülleren. Sonra fosforun 3 dənə allotropik şəkil dəyişməsi var. Ağ, qırmızı və qara. Sonra kükürdün 2 kristallik və plastik olmaqla allotropiyası var. Deməli, kristallik və plastik və bir də silisiumun kristallik və amorf olmaqla yenə 2 allotropik şəkil dəyişməsi var. İndi bizdən hansının yoxdur deyə soruşur. Cavab azot olacaq. Sonra kondensləşmə zamanı maddənin aqreqat halı dəyişir. Kondensləşmə ümumiyyətlə qazdan mayeyə keçmə prosesinə deyilir. Cavab burada yalnız 2 olacaq. Sonra hansı ifadələr qeyri-metalların xarakterik fiziki xassələrinə aiddir? Qeyri-metallar ümumiyyətlə elektriki keçirmirlər, kövrəkdirlər, istiliyi isə pis keçirdirlər və metal parıltısına malik deyillər. Yəni burada cavabımız 1 və 3 olacaq. Sonra 58-ci suala baxaq. Hansı maddələrin müsbət 10 dərəcə Selsiyadan 60 dərəcə Selsiyadək temperatur intervalında aqreqat halı dəyişmir? Birinci X-ə baxıram. Deməli, X-im müsbət 10 dərəcə Selsiyadə hələ əriməyib, çünki o 40 dərəcədə əriyəcək. Demək o, həmin temperatur da bərkdir. 60 dərəcə Selsidə isə onun aqreqat halı olacaq maye, çünki o 40 dərəcədə artıq əriyibdir. Sonra Y-im müsbət 10 dərəcə Selsidə deməli olacaq maye. Niyə? Çünki o müsbət 5-də artıq əriyibdir, maye. 60 dərəcə Selsidə isə yenə maye olacaq. Sonra Z maddəm mənfi 10 dərəcədə əriyir. Onda müsbət 10 dərəcədə o maye halında olacaq. 60 dərəcə Selsidə isə yenə də maye olacaq. Deməli, mənim cavabım burada Y və Z, yəni C bəndi olacaq. Yenə də 59-da oxşar bir sualdır. Deməli, yenə X, Y və Z-i qeyd edirəm. Müsbət 20 dərəcə Selsidə X bərkdir. Müsbət 70 dərəcə Selsidə isə artıq o mayedir. Sonra Y-im müsbət 20 dərəcədə artıq mayedir və 70 dərəcədə yenə də mayedir. Z mənfi 10 dərəcədə ərimişdir. Müsbət 20-də onda maye olacaq. Müsbət 70-də isə yenə maye olacaq. Və bizdən də dəyişməyəni istəyirdi. Və burada cavabımız yenə Y-lə Z olmuş olacaq. Sonra 60-cı sual allotropiya ilə bağlıdır. Deməli, X elementlərinin allotropik şəkil dəyişməsi olsun deyir, Y-in isə olmasın. Gəlin baxaq. A variantında X-də xrom var. Xromun allotropiyası yoxdur. Bunu çıxdım. B bəndində alüminium var. Alüminiumlu yoxudur. Sonra C-də deməli azotla xlor var. Bunları çıxıram. Kükürt, fosfor, oksigen. Bəli, D variantı uyğun gəlir. İkinci hissəsinə baxım. Alüminium, azot, xrom. Bəli, onların isə allotropik şəkil dəyişməsi yoxdur. Cavab D bəndi.
61-ci sualda yenə hardasa oxşar bir sualdır. Yenə də gəlin nəzər yetirək. X-in allotropik şəkil dəyişməsi olmasın deyir. Burada hamısının var. A variantını çıxdım. Fosfor, alüminium, kükürt. Burada fosforla kükürdüm var. Sonra burada fosforum var. Və Y-də də kükürdüm var. Cavab D bəndə olacaq. Sonra 62-ci sual deyir ki, hansı mərhələlərdə fiziki hadisə baş verir? Buzdan suyun alınması. Buz əriyəndə, yəni istiliyə məruz qalanda o suya keçir. Yəni aqreqat halı dəyişir. Biz də demişik ki, fiziki hadisə, deməli, aqreqat halının dəyişməsi fiziki hadisəyə aiddir. Aha, birinci cavabı götürürük. Sonra sudan hidrogenin alınması. Bu isə kimyəvi hadisənin baş verməsidir. Sudan hidrogenin alınması müxtəlif kimyəvi üsullarla baş verə bilər. Məsələn, elektroliz üsulu ilə. Hidrogendən suyun alınması, yenə də bu da hidrogenin yanması vasitəsilə alına bilər. Yenə də bu da kimyəvi hadisədir. Sudan su buxarının alınması isə fiziki hadisədir. Yəni suyu biz qızdırıb buxarlandırmışıq, ondan su buxarı alınıb. Cavab burada 1 və 4 olacaq. Sonra 63-ə baxırıq. A və B maddələrini veribdir. Deməli, bizə deyir ki, A maddəsinin aqreqat halını verməyib. B maddəsi isə mayedir, ayrılma üsulu isə Y-dir. A maddəsi ilə B müxtəlif cinsli qarışıq əmələ gətirir. Aha. Bu sualda variantlarla uyğunluq şəklində tapmalıyıq. Əgər ki, X bərk olsa və daha doğrusu yəni A maddəsi bərk olsa və B də maye olsa, biz bilirik ki, bərklə mayeni ayrıcı qıfla ayıra bilmərik. Bu deyil. Qazla maye distinə, xeyr, distinə ümumiyyətlə müxtəlif cinsli ayrılma üsulu deyil. Distinəni ümumiyyətlə çıxdım. Burada da isə buxarlandırma var. Bunu da çıxdım. Sonra mənə veribdir maye və ayrıcı qıf. Bəli, bu cavab doğru cavabdır. Sonra deyir ki, adi şəraitdə uçucu olmayan birləşmələri müəyyən edin. Yadınızda saxlayın. Natrium metaldır və natriumun istənilən birləşməsi bərk haldadır. Və bərk haldadırsa o uçucu deyil. Silisium O2 isə qum bərk haldadır. Yenə də o da uçucu deyil. Amma karbon qazı, H-xlor da qazdır bu arada. Onlar qaz olduğuna görə uçucudurlar. Sonra X-dən Y biri maye, biri bərkdir və müxtəlif cinsli qarışıq əmələ gətiriblər. Bizdən isə onların ayrılma üsulunu istəyir. Biz yəqin ki, onları süzməklə asanlıqla bir-birindən ayıra bilərik. Sonra 66-da isə maye və bərk eyni cinslidirsə, demək, biz buxarlandırma ilə onları ayıracağıq. Sonra 67-yə baxaq. Deyir ki, müsbət 20 dərəcə Selsi temperaturda bu maddələrin aqreqat halını müəyyən edək. Baxaq. Deməli, X maddəsi 0-da əriyir və 100-də qaynayır. Deməli, o maye halında olacaq. Sonra Y maddəsi -60-da əriyir, -10-da isə qaynayır. Demək, o qaz halındadır. Onda cavabımız D bəndə olacaq. Z isə, deməli, müsbət 20-də deməli, artıq o bərk haldaydı. Niyə? Çünki 30-da o əriyir. 68 də yeni eyni tipli sualdır. Burada isə müsbət 10 dərəcə Selsi veribdir. Deməli, X maddəsi müsbət 10 dərəcədə mayedir. Y maddəsi müsbət 10-da qazdır. Z maddəsi isə hələ ki bərkdir. Sonra eyni maddənin aqreqat halları X, Y və Z-lə işarə edilmişdir. Aha, X, Y və Z. Deyir ki, Y-i X-ə çevirmək üçün onu qızdırmaq lazımdır. Z-in isə malyar həcmi ən böyükdür. Ən böyük malyar həcm qazlara aiddir. Z qazdır. Sonra Y-i deməli dedik ki, X-ə çevirmək üçün qızdırmaq lazımdır. Onda mən buradan bildim ki, X-im maye, Y-im isə bərkdir və məndən bunların aqreqat halını soruşur. Deməli, cavabım olacaq B bəndi. 70-ci sual da yenə eyni tipdədir. Z-i Y-ə çevirmək üçün onu deyir soyutmaq lazımdır. Və deməli, ən böyük malyar həcmdə X-ə aiddir. Deməli, X qazdır. Sonra Z-i Y-ə çevirmək üçün soyutmaq lazımdırsa Y-im bərkdir. Onda mənim X-im isə mayedir. Cavab olacaq Y bəndi. Sonra davam edək. 71.
X maddəsinin su ilə qarışığını deyir distillə etməklə ayırmaq olar, əla. Və Y maddəsinin suya qarışığını isə yalnız süzməklə ayırırlar. Baxaq, X maddəsi deməli su ilə eynincinsli qarışıq əmələ gətirir. Demək bu etil spirti ilə sirkə turşusu olacaq. Amma qumla təbaşir isə müxtəlif cinsli qarışıq əmələ gətirdiyinə görə onların ayrılma üsulu yalnız süzmədir. Sonra 72 cisim və maddəni ayırmağımızı istəyir. Burada da cavabımız A bəndə olacaq. Masa cisimdir, oksigen isə maddədir. 73-də həmçinin yenə eyni tipli bir sualdır. Burada isə cavabımız C bəndə olacaq. Sonra müxtəlif cinsli qarışıqları müəyyən etməyimizi istəyir. Xörək duzu və şəkər, bu ikisinin su ilə qarışığı eyni cinslidir. Cavabımız burada 2 və 4 olacaq. Sonra 75-də eyni cinsli qarışıqları istəyir. Deməli, şəkərlə su olacaq və soda ilə su olacaq. Sonra baxırıq 76-ya. Deməli, burada ayrıcı qıf şəkli veribdir və ayrıcı qıfla əvvəlcə nələr ayrıla bilər? Bir dənə onu yadımıza salaq ki, deməli, suda həll olmayan mayeləri biz o şəkildə ayıra bilərik. Deməli, A variantı onda doğru cavabımız deyil. Sonra baxıram B bəndinə. Benzinlə su veribdir. Aha, biz burada nəyə fikir verməliyik uşaqlar? Baxın, biri Y-dir, biri X-dir. Y yuxarıdadır, X aşağıdadır və kranı açandan sonra X axıb tökülüb aşağı. Deməli, yadınızda saxlayın ki, istəsəniz bunu evdə təcrübə kimi də yoxlaya bilərsiniz. Əgər siz suyun üstünə yağ töksəz, benzin töksəz, onların sıxlıqları sudan yüngüldür deyə onlar suyun üzündə qalacaqlar. Məsələn, baxın, deyə bilərsiniz ki, C ilə Y eyni variantdır, ancaq X ilə Y-in yerinə görə bunlar fərqlənir. Cavabımız burada C bəndi olacaq. 77 də yenə də eyni sualdır. Burada isə cavabımız Y bəndi olacaq. Sonra su ilə gildən ibarət qarışıqdan gili ayırmaq üçün deməli biz süzmə üsulundan istifadə edirik. Çünki gil suda həll olunur. Sonra su ilə qumdan ibarət qarışığı da həmçinin biz süzmə üsulu ilə ayıra bilərik. Sonra 80-ci suala baxaq. Deməli, buxarlandırma üsulu ilə ayrılma verilibdir bizə. Gəlin baxaq. X-dən Y-dən ibarət qarışıqdır. Ancaq buradan buxarlanıb gedən kimdir? Y-dir. Buna diqqət edirik. Biz baxırıq variantlara. Xörək duzu, şəkər, qum. Ümumiyyətlə, heç qumun burada yeri yoxdur. Çünki bu buxarlandırma üsuludur. Aha, xörək duzu, şəkər, deməli bunlar ümumiyyətlə bərk maddədirlər və onların buxarlanıb getmə ehtimalları yoxdur. Amma su buxarlanıb gedəcək. Cavab burada Y bəndi. Sonra bəsit maddələri müəyyən etməyimizi istəyir. A bəndində natrium xlor mürəkkəbdir. Sonra su mürəkkəbdir. Daha sonra xlorid turşusu mürəkkəb, kalsium oksid mürəkkəb. Cavabımız C bəndi olacaq. Sonra eyni şəraitdə müxtəlif kütləli etil spirti üçün eyni olanı soruşur. Fərqi yoxdur ki, bu məsələn müxtəlif kütləli olsun, biri aşağı kütləli, biri yuxarı kütləli fərq etməz. Onun qaynama temperaturu hər bir etil spirti üçün eyni olacaq. Həmçinin sıxlığı da. Burada doğru cavabımız A bəndidir. Sonra eyni şəraitdə müxtəlif kütləli su üçün onun yenə də qaynama temperaturu və onun sıxlığı eynidir. Sonra atom kütlə vahidi kimi oksigen 16 atomunun kütləsinin 16-da biri qəbul edilərsə, elementlərin nisbi atom kütlələri necə dəyişəcək? Gəlin baxaq. Oksigen 16 atomunun kütləsi neçədir? Baxın, oksigen 16-nın kütləsi 16-dır. Deyir ki, 16-nın 16-da biri qəbul edilsə, yəni 1 qəbul edilsə, heç nə dəyişilməyəcək. Biz normalda karbon 12 elementinin 12-də birini qəbul etmişdik və onun da cavabı 1 idi. Burada demək heç nə dəyişməyəcək. Eyni də 85-də də. 14-ün 14-də birini qəbul etsək, yenə də elementlərin nisbi atom kütləsi dəyişməyəcək. Sonra baxırıq 86-cı suala. Kükürt, dəmir qırıntıları və xörək duzundan ibarət qarışığı ayırmaq üçün yerinə yetiriləcək təcrübə işlərinin ardıcıllığına baxaq. Əvvəlcə gəlin birinci maqnitdən istifadə edib kükürdü oradan, daha doğrusu dəmiri oradan çıxardıq. Aha, dəmir getdi. Əlimdə nə qaldı? Mənim əlimdə qaldı kükürt, xörək duzu, natrium xlor və
Bir də mən nə edə bilərəm? Bu ikisini deməli su məhluluna salaram. Sonra mən kükürdü burdan nə edə bilərəm? Kükürdü qəşəngcə süzərəm. Deməli 3, 4, 2, sonra da natrium xlorla suyu ayırmaq üçün onu buxarlandıraram. 3, 4, 2, 1 B bəndi. Sonra baxırıq növbəti suala. Distillə suyu, etil spirti və su, deməli oxşar və fərqli cəhətlərini müqayisə eləmişik. Baxaq. Deməli saf maddədir distillə suyu. Sonra qarışıqdır hər ikisinə. Xeyr, bu yanlış variantdır. Tərkibi sabitdir distillə suyunun? Bəli. Maye haldadır? Bəli. Eyni cinsli qarışıqdır? Bəli. Bu da yenə də doğru variantdır. Cavab B bəndi olacaq. Sonra 88-ci suala baxaq. Qarışığımızın tərkibi X və Y-dən ibarətdir. Deməli, burada sirkə turşusu və sudan, o isə etil spirti və sudan ibarətdir. Baxaq. Deməli, deyib ki, distilin sulu ilə ayırmaq olar. Bəli, hər ikisini distilin eləyə bilərik. Eyni cinsli qarışıqdır. Bəli. Elektrik cəryanını keçirir? Xeyr. Ümumiyyətlə, üzvü maddələrin əksəriyyəti elektrik cəryanını keçirmir. Burada cavab 1-2 olacaq. Sonra 89-cu sual maraqlı sualdır. Gəlin baxaq. Deməli, bizə veribdir su, spirt, efir həlledicisi və X, Y, Z maddələr. Gəlin baxaq. Suda nə həll olur, ona baxacağam. Bu istiqamət elə bir ki, baxıram. Deməli, X onda həll olmur, Y həll olur, Z də həll olur. Yaxşı. Spirtdə nə həll olur? Spirtdə bir dənə X həll olur. Yaxşı. Efirdə isə ikisi X-lə Y həll olur. Demək, uşaqlar nə edirik? Əvvəlcə biz elə bir həllədicidən istifadə etməliyik ki, o həlledici yalnız bir maddəni həll etsin. Mən əgər birinci spirt töksəm, spirt gələcək, X-i həll eləyəcək və mənim yerdə qalacaq Y-lə Z-im. Aha, tutaq ki, X getdi. Yerdə qaldı, deməli, mən spirti də apardım, spirt də getdi. Aha. Mən əgər su töksəm, Y də suda həll olur, Z də suda həll olur. Bəs mən necə ayıracam bunları? Təbii ki, su tökmək mənasız olacaq. Amma mən götürsəm, efir töksəm, efirdə yalnız Y həll olur. Beləliklə, efir tökdükdən sonra artıq yerdə bir dənə Z qalacaq. Z-i isə su həll eləyə bilər. Deməli, burada cavab olacaq spirt, efir, su, A bəndi. Sonra baxırıq 90-cı suala. Deməli, X-Y qarışığını verib və deyir ki, qarışığın növü homogendir. Y-lə Z-in isə heterogendir. Aha. Deməli, baxın, burada ortaq olan nədir? Y-lərdir. Mən asanlıqla burada Y-in onda etil spirti olmadığını deyə bilərəm. Demək, bu Y sudur. Aha, sonra homogen. Baxaq, etil spirti, su, şəkər. Aha, şəkər heterogen deyil axı, bunu səhv deyir. Şəkər, su, etil spirti. Burada da etil spirtini yalan deyir. Burada neft, etil spirti, xeyr. Amma etil spirti, su, neft, bəli, cavab Y bəndi. Sonra deyir ki, oksigen, fosfor və kükürt elementləri üçün ortaq ümumi ifadələri tapaq. Gəlin tapaq. Çox atomlu bəsit maddələr əmələ gətirirlər. Bəli, bayaqdan danışırdıq. O3, P4 və S8. Allotropik şəkil dəyişmələri mövcuddur. Bəli. Aqreqat halları eynidir. Xeyr. Oksigen qaz halındadır. Digərləri isə bərk haldadır. Burada cavabımız yalnız 1-nin 2 olacaq. Sonra hidrogen, fosfor və kükürt elementləri üçün uyğun olan cavabları istəyir. Aha, baxaq. Deməli, çox atomlu bəsit maddələr əmələ gətirirlər deyir. Bəli, hidrogen H2 əmələ gətirir, fosfor P4, kükürt isə S8 əmələ gətirir. Allotropik şəkil dəyişmələr mövcuddur. Xeyr, hidrogen allotropiyası yoxdur. Dəyişkən valentlidir. Xeyr, hidrogen dəyişkən valentli deyil, yalnız 1 olacaq. Sonra 93-cü sual da bayaqki tipdədir. Yenə də həllediciləri hansı ardıcıllıqla istifadə etməyimizi soruşur. Gəlin bir də baxaq. Deməli, birinci həllədicidən mən istifadə etsəm X-dən Y həll olacaq. İkincidən istifadə etsəm Y həll olacaq. Deməli, mən ikincidən istifadə etməliyim. İkincidən istifadə etdim, Y getdi. İkinci həlledicidə getdi. Birinci həlledicidə deməli X maddəsi həll olur. Üçüncüdə isə Z maddəsi həll olur. Yəni mən burada 2-yi 1-də götürə bilərəm, 2-3 də götürə bilərəm. İndi baxıram variantlara, görüm hansı var.
Deməli, mənə burada veribdir. Deməli, mənə burada variantlarda ya üçüncünü birinci götürməyi, ya da ikincini birinci götürməyi mən düşünə bilərdim. Variantlarda isə mənə birinci, üçüncünü veribdir. Yəni burada fərqi yoxdur. Birinci mən ikincini götürsəm, ya da birinci üçüncünü götürsəm, hər iki halda da yalnız bir maddə həll olacaqdır. Yəni burada cavab B bəndidir. Amma məsələn, əvvəlcə ikinci, sonra üçüncü versəydi, yenə də doğru idi. Sonra 94-cü sual. Deməli, birinci həllecidə Z maddəsi həll olur və ona görə də birincini mən götürməliyəm. Birincini götürdüm, Z maddəsi yenə də burada həll oldu. Z maddəsi həll olduğuna görə artıq bunu sildim. Sonra mənə deyir ki, birinci həlledici gedəndən sonra yerdə nə qalır? Sonra mən üçüncüdən həll istifadə etməliyəm ki, yalnız Y onda həll olsun. Deməli, əvvəlcə birinci, sonra isə üçüncüdən istifadə etməklə rahatlıqla bunları ayıra bilərəm. Sonra 95-ci sualda kimyəvi hadisə deyir harda baş verir. Baxın, ikinci şəkil silisium oxi, yəni nə? Qum və sudur. Qumla su ümumiyyətlə qarışmırlar. Burada kimyəvi hadisə baş verə bilməz. Bu doğru cavab deyil. Sonra natrium 2O H2O. Aha, burada bəli kimyəvi hadisə baş verir. Deməli, natrium 2O üstəgəlsin H2O. Alınır buradan natrium OH. Deməli, bu natrium OH qələvidir. Sonra 4-də isə yodu neyinir? Qızdırır. Xeyr, burada hər hansı bir kimyəvi hadisə baş verməyəcək. Amma baxın, birinci şəkildə kalium permanganatı parçalayır. Qızdırdıqda kalium permanganat parçalanır və bu reaksiya baş verir. Kalium 2, mangan O4, üstəgəlsin mangan O2, üstəgəlsin O2. Demək, burada mənim cavabım 1 və 3 olmalıdır. Sonra davam edirik. 96-cı sual. Deməli, birinci, ikinci və üçüncü xəttlərini veribdir bizə, qrafiklər veribdir. Gəlin bunu bir incələyək. Deməli, mənə deyir ki, birinci xətt saf suya aiddir. Xeyr. Birinci xəttə baxsaq görərik ki, o qaynama temperaturu get-gedə artıbdır. Ancaq saf suyun qaynama temperaturu stabildir. Yəni, bu yanlış variantdır. Deyir ki, ikincidə birinci xətt xörək duzunun suda məhluluna aiddir. Bəli, ola bilər. Sonra İkinci xətt saf suya aiddir, bəli. Üçüncü xətt etil spirtinin suda məhluluna aiddir, bəli. Amma üçüncü xətt xörək duzunun suda məhluluna aiddir. Bu doğru olmayacaq. Əgər biz üçüncünü etil spirtinə aid etmişiksə. Baxın, natrium xlor və su məhlulu daha yüksək temperaturda qaynayır. Nəinki etil spirti, yəni C2H5OH və H2O məhlulu. Burada cavabımız 2, 3, 4 olacaq. Sonra ayrıcı qıf sualı veribdir. Yenə də dedik ki, Y maddəsi su olacaq və digəri isə benzin və yaxud da bitki yağı, yəni 1, 5. Sonra ayrıcı qıf və süzmə üsulundan istifadə etməklə hansını ayırmaq olar? Gəlin baxaq. Deməli, neftlə suyu biz ayrıcı qıfla ayıra bilərik. Təbaşir su və qum suyu isə süzmə üsulu ilə ayıra bilərik. Yerdə qalanlar xörək duzu ilə su buxarlandırma üsulu olacaq. Etil spirti ilə su isə distillə. Sonra bəsit maddə, mürəkkəb maddə və qarışıq. Hava qarışıqdır. Almaz bəsit maddədir, civə bəsit maddədir. Benzin deməli qarışıqdır. Fosfin isə mürəkkəb maddədir və formulda pH 3 şəklindədir. Sonra 100-cü sualda eyni tipdədir. Deməli, şəkər olacaq burada mürəkkəb maddə. Daha sonra neft olacaq qarışıq. Qrafit bəsit maddə. Duman qarışıqdır və amoniakımız isə mürəkkəb maddədir.